Xəzər dənizi planetin ən böyük gölüdür. Amma o, nəhəng ölçülərinə görə çox vaxt dəniz adlanır. Xəzərin sahəsi təxminən 371 min kvadrat kilometrdir. Bu, Almaniyanın ərazisindən də böyükdür. Dəniz suları 5 ölkəni yuyur. Qazaxıstan, İran, Azərbaycan, Rusiya və Türkmənistan. Bu ölkələrdə balıqçılıq, kənd təsərrüfatı, turizm və içməli su təminatı birbaşa Xəzərdən asılıdır. Həmçinin dənizdəki neft və qaz ehtiyatları regionun əsas gəlir mənbələrindəndir. Bundan başqa Xəzər dənizi bu quraq bölgənin iqliminin tənzimlənməsində mühüm rol oynayır. Mərkəzi Asiyaya rütubət və yağıntı gətirir. Xəzər öz bioloji müxtəlifliyi ilə də məşhurdur. Burada təxminən 850 növ heyvan və 500 növ bitki yaşayır. Bəzi hesablamalara görə dənizin dərinliklərində 48 milyard barel neft və 292 trilyon kubmetr təbii qaz ehtiyatı mövcuddur. Bugün Xəzəryanı ölkələr öz yüklərinin əhəmiyyətli hissəsini dəniz yolu ilə daşıyır. Amma su səviyyəsi azalmağa davam etsə, bu nəqliyyat həcmləri kəskin azalacaq və bütün regionun iqtisadiyyatına ciddi zərbə vuracaq. Bəs Xəzər niyə dayazlaşır? Xəzər dənizində suyun azalması 20-ci əsrin əvvəlindən müşahidə olunur. 1930-1941-ci illərdə su səviyyəsi ildə orta hesabla 14,7 sm. 1941-1978-ci illərdə isə 3 sm azalırdı. Sonra gözlənilmədən 1978-1995-ci illərdə səviyyə hər il 15 sm-dən çox artdı. Amma bu çox qısa müddətli oldu. 1995-ci ildən bəri azalma yenidən başladı. İqlim dəyişdikcə Xəzərə tökülən çayların səviyyəsi də azalır. Xəzərə 100-dən çox çay tökülür, amma ən böyükləri Volqa, Ural, Terek, Kür, Sulak və Samur çaylarıdır. Son illər yağıntıların azalması və dağ buzlaqlarının ərməsi nəticəsində bu çayların suları azalıb. Məsələn, son 4 ildə Volqa çayının illik su axını 210-232 kub kilometr olub. Bu uzun müddətli orta göstərici olan 250 kub kilometrlik səviyyədən çox aşağıdır. Volqa Xəzərə gələn bütün suyun 80%-ni təmin edir. Bu, dənizin səviyyəsinə təsir edən əsas amildir. Kənd təsərrüfatı, sənaye və məişət məqsədləri üçün çay sularının kütləvi istifadəsi Xəzərin ümumi su balansını pozur. Çayların üzərində bəndlər və su anbarları tikilir. Su elektrik stansiyalarının sayı artır. Eyni zamanda Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran duzsuzlaşdırma texnologiyalarını geniş şəkildə tətbiq edirlər. Bu ölkələr içməli su çatışmazlığını aradan qaldırmaq üçün dəniz suyunu duzsuzlaşdırır. Texnologiyanın nisbətən ucuz olması səbəbindən bu proses genişlənib. Duzsuzlaşdırılmış su yalnız kənd təsərrüfatında və içməli məqsədlərlə deyil, həm də yaşıl hidrogen istehsalında istifadə olunur. 1 meqavat enerji üçün təxminən 5 ton su tələb olunur. Xəzərin zəngin enerji ehtiyatları dənizin ekoloji vəziyyətinə mənfi təsir göstərir. Hasilat prosesi zamanı atmosferə istixana qazları atılır. Bu da yağışların azalmasına və buxarlanmanın artmasına səbəb olur. Torpaqların eroziyası artır. Bu da çay axınını zəiflədir. Dəniz suyu birbaşa çirklənir. Rusiya-Ukrayna müharibəsindən sonra Transxəzər nəqliyyat marşrutu daha da əhəmiyyət qazanıb. Çünki bu xətt Rusiyadan keçən şimal dəhlizin alternativdir. Çindən gələn yüklər Qazaxıstanın Aktuay limanına, oradan Bakıya, daha sonra isə Gürcüstan və Türkiyə vasitəsilə Avropaya daşınır. Dünya Bankının hesablamalarına görə 2030-cu ilə qədər bu marşrutla daşınan yüklərin həcmi 11 milyon ton olacaq. Onun 4 milyon tonu Xəzər üzərindən keçəcək. Bu, həm karbon qaz emissiyalarını, həm də buxarlanma sürətini artıracaq. Xəzərin səviyyəsinin azalması 20-ci əsrin əvvəlindən müşahidə olunsa da, bu problemə qarşı ortaq tədbirlər yalnız 2003-cü ildə görülməyə başlanıb. Həmin il 5 Xəzəryanı dövlət ilk dəfə Xəzər dənizinin mühafizəsi haqqında sənəd imzaladı. Amma gözlənilən nəticə əldə olunmadı. Yalnız 2018-ci ildə Xəzərin hüquqi statusu haqqında konvensiya qəbul olundu. Konvensiya dənizin akvatoriyasını daxili sulara, ərazi sularına, balıqçılıq zonalarına və ümumi sahələrə ayırır. Lakin sənəd hələ tam qüvvəyə minməyib. Dənizin dibinin bölünməsi üçün xüsusi iki tərəfli razılaşmalar lazımdır və bunlar hələ tam bağlanmayıb. Bunun səbəbi müxtəlif geosiyasi və iqtisadi maraqlardır. Məsələn, Rusiya və İran Transxəzər boru kəmərinin tikintisində maraqlı deyillər. Çünki bu marşrut onların tranzit mövqeyini zəiflədir. Bundan əlavə Rusiya iqtisadi səbəblərdən Volqa çayının axınını tənzimləməyə də maraq göstərmir. Nəticədə Xəzərə axan çayların həcmi sabit və nəzarətli şəkildə idarə olunmur. Bremendəki Alman alimlərinin hesablamalarına görə, əgər iqlim istiləşməsi bu templə davam etsə, əsrin sonuna qədər Xəzərin səviyyəsi 8 metr. Temperatur daha da sürətlə artarsa 20 metr enə bilər. Bu halda dənizin şimal və şimal-şərq hissəsində böyük ərazilər quruya çıxacaq və səhraya çevriləcək. Qurumuş dəniz dibindəki dəniz və qum qatları küləklərlə havaya qalxaraq ekoloji fəlakətə çevriləcək. Hava axınlarının bir hissəsi Arktikadan Xəzər üzərindən keçdiyindən küləklər əsasən şimaldan cənuba və qərbdən şərqə istiqamətlənir.
Deməli, bu toz və qum fırtınaları İran və Mərkəzi Asiya istiqamətində hərəkət edəcək. Bu isə regionun onsuz da ağır olan ekoloji vəziyyətini daha da pisləşdirə bilər. Belə, bir videonun daha sonuna gəldik. Siz isə bizə dəstək olmaq üçün kanala abunə olub, şərh yazmağı unutmayın.